Salam əziz izləyicilər. Bugünkü mövzumuz sizinlə emosional intellekt haqqındadır. Emosional intellekt və yaxud emosional zəka insanın özü və başqalarının emosiyalarını tanımaq, anlamaq, idarə etmək və bu məlumatı davranış və qərarlarında istifadə etmək bacarığıdır. Bu anlayış ilk dəfə 1960-cı illərdə psixoloqlar tərəfindən elmi şəkildə irəli sürülmüşdür. Lakin onu populyarlaşdıran Daniel Goleman olmuşdur. Emosional intellekt müxtəlif nəzəri yanaşmalar əsasında izah olunur. Ən məşhur 3 model var. Birinci model biliyə əsaslanan modeldir. Bu modeldə emosional zəka koqnitiv bacarıq kimi qəbul edilir. Burada 4 əsas komponent var. Birinci, emosiyaları dərk etmək, yəni özü və başqalarının emosiyalarını tanımaqdır. Buraya aiddir üz ifadələri, səs tonu, bədən dili və s. İkinci, emosiyaları istifadə etməkdir. Emosiyaların düşüncə və yaradıcılığa yönəlməsidir ikinci mərhələmiz. Üçüncü isə emosiyaları anlamaq, yəni emosiyaların səbəb və nəticələrini analiz etməkdir. Dördüncü, sonuncu isə emosiyaları idarə etmək, yəni emosional reaksiyaları tənzimləmək və müsbət istiqamətdə yönəltməkdir. Dediyimiz kimi bu bizim ilk modelimizdir. Daha sonra gəlir ikinci model, Goleman modeli adlanır və yaxud qarışıq model də deyilir. Burada emosional zəka yalnız idrak bacarığı deyil, həmçinin şəxsiyyət xüsusiyyətləri və sosial kompetensiya kimi qəbul olunur və burada 5 əsas komponent var. Birinci, özünü dərk etmə, öz emosiyalarını anlamaq və onların davranışına təsirini dərk etmək. İkinci, özünü tənzimləmək, yəni həyəcan, qəzəb, stres kimi emosiyaları nəzarətdə saxlamaq. Üçüncü, motivasiya, yəni daxili məqsədlərlə idarə olunmaq, çətinliklərə baxmayaraq davam etməkdir. Dördüncü, empatiya, yəni başqalarının emosiyalarını hiss etmək və anlayışla yanaşmaq. Beşinci və sonuncu, sosial bacarıqlar, yəni münasibətləri səmərəli idarə etmək, əməkdaşlıq və liderlik buraya aiddir. Üçüncü modelimiz isə emosional sosial zəka modelidir. Bu modeldə emosional zəka həm emosional, həm də sosial kompetensiyaları birləşdirir. Buraya da 5 kateqoriya özünü göstərir. Kateqoriyamızda 5 əsas əlamət özünü göstərir. Birinci gəlir daxili bacarıqlar. Daxili bacarıqlar dedikdə özünü dərk etmək, özünü ifadə etmək, özünə hörmət. İkinci gəlir xarici bacarıqlar. Empatiya, münasibət qurmaq xarici bacarıqlara aiddir. Üçüncü, stresslə mübarizə. Buraya duyğusal dözümlülük və impuls nəzarəti aiddir. Dördüncü, uyğunlaşma, yəni problemin həlli və çeviklik. Sonuncu isə ümumi əhval, yəni həyat məmnuniyyəti və pozitivlikdir. Sizlərlə özünü dərk nədir? Bu haqda bir qədər danışaq. Özünü dərk insanın öz duyğularını tanıması, anlaması, eyni zamanda bu duyğuların digər insanlara necə təsir etdiyinin fərqində olması ilə əlaqəlidir. Özünü tanıyan, emosiyalarını, onların davranışlarla əlaqəsini bilən insan istənilən şəraitdə digər insanların da ona olan münasibətini anlaya bilir. Belə insanlar hər zaman öz sərhədlərini, imkanlarını bilir, insanların davranışından dərs çıxarma qabiliyyətinə də sahib olurlar. Özünü dərkə inkişaf etdirmək üçün gündəlik yaşadığımız vəziyyətlərdə, stres və ya digər hallarda necə düşündüyümüzü, davranışlarımızı bir qeyd kimi yazmaqla və ya insanların davranışlarımıza verdiyi reaksiyaları müşahidə edərək özümüzə nəticə çıxara bilərik. İkinci, özünü tənzimdir. Özünü və öz duyğularını tanımaq insana uğurlu olması üçün yetərli deyil. Eyni zamanda həmin duyğuları tənzimləməyimiz və idarə etməyimiz mühümdür. Bu, real emosiyalarımızı gizlətmək, fərqli formada göstərmək mənasında deyil.
Sadəcə həmin emosiyaları doğru zamanda, doğru formada ifadə etmək mənasındadır. Özünü tənzimə sahib olan insanlar öz emosiyalarını situasiyaya uyğun idarə edə, olduqları mühitdə tez adaptasiya oluna bilərlər. Bu insanlarda vicdan hissinin də güclü olduğu vurğulanır. Öz davranışlarının başqalarına necə təsir etdiyi, bu təsirdəki məsuliyyət hissi onları daim düşündürür. Özünü tənzimi inkişaf etdirmək üçün səhv etmişiksə, bunun məsuliyyətini almaq və insanlarla həmin vəziyyətdə daha anlayışlı olmağa səy göstərmək və nəfəs texnikalarından istifadə edə bilərik. Üçüncü növbəti sosial bacarıqlardır. Sosial bacarıqlara digər insanlarla xoş ünsiyyət, onlarla ortaq cəhətlər tapa bilmə qabiliyyəti, digər insanlara liderlik etmək, problemli situasiyalarda konflikti sonlandıra bilmək bacarıqlara aiddir. İnsanlar sosial bacarıqlar nəticəsində əlaqələrini genişləndirə, insanlarla münasibətlərini hörmət, anlayış çərçivəsində davam etdirə bilərlər. Sosial bacarıqları inkişaf etdirmək üçün insanlarla empatiya qabiliyyətini inkişaf etdirmək, mənfi əlaqələr mövcuddursa, bunun səbəbini araşdıraraq bədən dili və nitqimizdə müəyyən dəyişikliklər etmək, motivasiya edici və maraqlanaraq danışmaq, əgər lider isə işçilərlə məqsədimizin bir olduğunu göstərmək üçün bərabər çalışmaq və s. kimi fəaliyyətlər edə bilərik. Dördüncü empatiya. Empatiya başqalarının necə hiss etdiyini, eyni zamanda müəyyən vəziyyətlərdə necə reaksiya verəcəyini anlama qabiliyyətidir. Empatiyaya sahib olmaq üçün insan ilk öncə öz fərqindəliyə sahib olmalıdır. Çünki öz hiss və duyğularını anlamayan insan başqa insanları da düzgün anlaya bilməz. Özünü, öz duyğularını anlayıb hansı vəziyyətdə necə və niyə reaksiya göstərdiyinizi başa düşdüyümüz zaman digər insanlar bizdən fərqli olsa da onları anlaya bilərik. Empatiyanı inkişaf etdirmək üçün özümüzü başqalarının olduğu vəziyyətdə hiss edə bilərik. Hətta elə bir vəziyyəti yaşamamışıqsa belə, həmin insanın yaşadığı duyğuları yaşadığımız başqa bir vəziyyətdə necə hiss etdiyimizi xatırlaya bilərik. Önyarğılardan uzaq olmaq lazımdır ki, insanları daha düzgün şəkildə tanıya və anlaya bilək. Məsələn, ilk baxışda soyuq və yaxud ünsiyyətə meyilli olmayan biri kimi görünən insanlar əslində ünsiyyət prosesi yaratsanız, bu zaman onların nə qədər ünsiyyətçil olduğunu biz görə bilərik. Beşinci gəlir motivasiya. Motivasiya emosional intellektə sahib olan insanlarda əsasən daxili motivasiyanın daha çox olduğunu görürük. Daxili motivasiya öz məqsədlərinə, hədəflərinə çatma istəyi, sağlam olmaq və s. kimi daxili tələbatlarla bağlıdır. Bu insanlar xarici motivasiyaya meyilli olmurlar. Məsələn, varlı olmaq, tanınmaq, bəyənilmək xarici motivasiyalara aiddir. Belə insanlar daxili motivasiyaya təkan verən nələrisə tapır, öyrənir, hədəflərinə çatmaq üçün isə daim çalışırlar. Qərarlılıq və təşəbbüskarlıq da bu insanlara xas olan xüsusiyyətdir. Motivasiyamızı artırmaq üçün müəyyən işə başlayarkən hansı məqsədə yönəldiyimizi xatırlaya, əgər bir məqsədimiz yoxdursa, yeni hədəflər qoyaraq həvəslə davam edə bilərik. İstənilən maneədə müsbət düşüncədə qalmağı bacarmalıyıq və digər insanlara motivasiya vermək üçün onlarla bərabər çalışmaq, onlara özlərini daha dəyərli hiss etdirmək lazımdır. Hal-hazırki dövrdə də emosional intellektlə bağlı tədqiqatlar davam etdirilir. Emosional zəkanın inkişafı erkən uşaqlıq dövründən başlayır və təhsil mühitində formalaşır. Təhsil psixologiyasında əhəmiyyəti bunlardır. Birinci, şagirdlərin emosional tənzimlənməsi öyrənmə prosesini asanlaşdırır. İkinci,
Empatiya və sosial bacarıqlar sinifdaxili münasibətləri yaxşılaşdırır. Üçüncü, müəllimlərin emosional zəka səviyyəsi sinifi idarə etmədə və motivasiyada həlledici amillərdəndir. Dördüncü, sosial-emosional zəka proqramlarının olması məktəblərdə emosional intellektin sistemli inkişafını təmin edir. Burada bir neçə praktik yanaşmalar var. Məsələn, emosiya jurnalları ola bilər, şagirdlər gündəlik hisslərini yazır, rol oyunları və sosial situasiyalardan istifadə oluna bilər, müsbət geri bildirim və özünü dəyərləndirmə məşğələləri etmək olar, duyğularını tanı kart oyunları və bədən dili təhlilindən istifadə etmək mümkündür. Emosional zəka özündə bir neçə əsas keyfiyyətləri birləşdirir. Bunlardan biri insani keyfiyyətlər, daha sonra əxlaqi və mənəvi keyfiyyətlərdir. Buraya nümunə olaraq deyə bilərik ki, insanın özünü tanıması, duyğularını dərk etməsi, qarşısındakı insanı tanıma, empatiya hissi, öz gücünə inam, müstəqil ola bilmə, stressə davamlılıq, dinləmək və ünsiyyət bacarığı, sosial məsuliyyət, problem həll edə bilmə qabiliyyəti, özünü aktuallaşdırmaya meyilli olma, optimist, nikbin olma, iradəli olma, elastik olma, yəni uyğunlaşma bacarığımız, bütün bunlar emosional zəkaya aid əsas xüsusiyyətlərdəndir. Videomuzun sonunda emosional intellektə aid bir neçə test tapşırığı sizin üçün nümayiş etdiririk. Və sonda sizlər üçün test tapşırıqlarımız var. Diqqətiniz üçün təşəkkür edirəm.